Deməli 4 paradan yanacaq sənidir, həmçinin də köhnə 190-dır, yeşkadır. Nə bilim 4 paradan sonra 220 etilatın yanacaq səninin işləmə prosesidir. Yaxından çək, siz göydə uçan maşın çəkin, mən öz işimə aid olanı çəkin, söhbəti yoxdur. Deməli bu yanacaq sənində problem var deyə, mən ona görə bunu kəsib sizə görə video rolikini paylaşıram. Deməli nə? Bax, çata bu şəkildə benzin daşmalıdır. Tərtəmiz, köpük olmadan daşmalıdır. Əgər bir şəkildə daşırsa çata, deməli yanacaq sənində problem var, dəyişilməlidir. Yəni köpük şəklində gəlirsə. Bu vəziyyətdə gəlməlidir. Yəni təmiz benzin. İndi desəniz ki, çatada deşik yoxdur. Ətrafda bu hissədə olan yanacağı çata necə götürür? Abrakka nəticəsində, yəni benzin nasosdan geri qayıdan abrakka motorxanadan belə deyək. Abrakka qayıdır hara? Çatıya. Çatıya qaydanda da çatanın altında iğnə var. İğnə nəticəsində bu ətrafda olan yanacaq var hansı ki. İğnə bunu götürüb, abrakka qarışıq iğnə də bu ətrafda olan yanacağı götürüb atmalıdır çatıya. Artığında buradan qaytarmalıdır.